Salam əziz 10-cular. Bugünkü 1 fevral olan hədəf sınağının izahını verirəm. Birinci mətndən başlayırıq. Mətnimiz istirabın sonu mətnidir. Bir dəqiqəm və bu bədii üslubda yazılmış bir mətn idi. Mətni belə qoydum ki, hər kəs ekran saxlayıb oxusun, yəni kimlər ki iştirak etməyib. Biz suallara baxaq. Deməli, birinci 27-ci sualdan başlayırıq. Mətnə aid hökmlərdən biri doğrudur. Təbriz əhli ayağa qalxmış və hakimiyyəti devirmişlər. Biz burada birinci giriş hissədən görürük ki, hakimiyyəti devirməyiblər də, tam tərsi hakimiyyət fədailərinin üzərinə hücum edib. Ona görə A variantı səhvdir. Paytaxt Təbriz şəhərində çoxlu insan cənazələrini görmək mümkün idi. Baxın, burada yazılıb ki, fəlakət paytaxt şəhərinin üstünü birdən almış. Yəni, paytaxt olduğunu deyir. Və sonra Təbrizin küçələri insan cənazələri ilə dolmuşdu, deyir. Ona görə variant B variantı olacaq. Hökumət fədailəri azadlıq vəd etmiş, lakin sonra bundan boyun qaçırmışdı. Yəni, mətndə deyilmirdi, azadlıq vəd etdiyini filan, o hissələr yoxdur. Ona görə C səhvdir. Azadlıq hərəkatına qəhrəman başçılıq edirdi. Burada deyir, qəhrəman yəni lider ruhlu olması deyilir, sonra intiqam hissindən alışıb yandığı deyilir, amma başçılıq etməsi ilə bağlı bir şey yoxdur. Ona görə D da səhvdir. Əmir Cahani Rəhim tərəfindən aldadılmışdı. Yox, tam tərsi Əmir Cahani Rəhimgili satmışdı. E variantı səhvdir. Variantımız oldu B variantı. 28-ci sual uşaqlar. Mətnə əsasən hansı suala cavab vermək mümkündür deyir. Baxaq, milli hökumət fədai dəstələrin üzərinə niyə hücum etmişdi? Burada var ki, bəs milli hökumətin fədai dəstələrin üzərinə hücum etmişdi. Yəni, niyə görə hücum etmişdi, nədən narazı olmuşdu, qorxmuşdu mu filan, yəni bu yoxdur mətndə. Ona görə A səhvdir. Qəhrəmangilin qaldığı yeri yuxarılara kim xəbər verdi? Qəhrəmangilin qaldığı yeri yox, Rəhimgilin qaldığı yeri xəbər vermişdilər. Ona görə B səhvdir. Hacı Həsən Rəhimin sirrini niyə gizlin saxlayırdı? Rəhimin sirrini niyə gizlin saxlaması yoxdur? Mətndə C səhvdir. Rəhimin qaldığı yerin üstünü kim açır? Əmir Cahani açır. O burada deyir ki, səni kim bu hala saldı, kim sizin yerinizin üstünü açdı? Bunu qəhrəman soruşur. Yaralı nəfəsi gələr gəlməz, bax görürsünüz, vasitəsiz nitqi deyir ki, satılmış Əmir Cahani, yəni o deyir. D variantı oldu. Qəhrəman nə səbəbə Hacı Həsənə daha çox etibar edirdi? Düz onun yaxın dostuydu, sadiq dostuydu, amma yəni niyə sırf ona etibar edir? Bu da yoxdur. D variantı. Mətndə əvvəlində rəqəm qoyulmuş cümlələrdən hansı mətnin məzmununa uyğun deyil? Uşaqlar, mətni oxuduqda görürük ki, bəs bu qəhrəman milli azadlıq eşqi ilə yanan birisidir. İstəyir ki, insanlar xoş yaşasın, yaxşı yaşasın filan. Və deyir ki, onun üçün bir məqsədə çevrilir filan da. Yəni, bu buradan bax göstərir. Deyir ki, qəhrəman şəhərin kənarında sadiq dostu Hacı Həsənin evinə çatdı. Burada yaralarını sardı və düşüncələrini topladı. Sonra biz görürük ki, bəs o zülmün kökünü kəsmək istəyirdi. Amma 5-ci cümlədə deyir ki, lakin intiqam hissindən tezliklə daşındı. Axı, intiqam hissindən necə daşınar? Sonraki hissələrdə deyir ki, şəhidlərin qanı yerdə qalmasın. Bu haqda düşünürsə, intiqam hissindən necə daşına bilər ki? Ona görə o neçənci cümlə idi? 5-ci cümlə. C variantı olacaq variantımız C. Sonra 30-cu hissədə uyğunluğu müəyyən edirik. Harınlamış şah ordusunun fədai dəstələrin üzərinə hücumu fikir verdiksə, bu giriş hissədə idi. Biri A olacaq. Qəhrəman üçün həyatın məqsədə çevrilməsi. Bu da nəticə hissədir. Gördüyünüz kimi bu altından xətt çəkmişəm. 3-ə getdi. B, 1-ə A, 3-ə B olan variantlarımız təbii ki, bu olmayacaq. Bu da olmayacaq. Bu birlər ola bilər. Sonra paytaxtda insan cənazələrinin çoxalması, uşaqlar, bu da giriş hissədə idi ki, bəs insan cənazələri çoxalır. Bayaqlara oxuduq o cümləni. 1-ə A-cı. Rəhimin son sözlərinin qəhrəmanın qulağında əks səda verməsi, bu da mətnin əsas hissəsində idi. Gəlin baxaq. Son sözləri qulağında əks səda verirdim. Belə, buralarda bir yerdə idim. Deməli, Rəhimin son sözləri əks səda verdi. Bax, bu cümlə. Deməli, bu da olacaq əsas hissə. Yəni, 1-ə A, C, 2-ə D, 3-ə B variantı. 1-ə A, C, 2-ə D, 3-ə B variantı. C variantı oldu variantımız. Sonra, 31-ci sual. Sonuncu qapalı sualımızdır. Bu mətnə əsasən tünd-qara hərflərlə verilmiş sözün mənasına uyğundur. Fikir verdim ki, deyəsən çox astadan danışıram. Biraz səsimi qaldırım.
Tünd qara hərflərlə verilmiş sözə baxaq görək. Tünd qara hərflərlə verilmiş söz fədai sözüdür uşaqlar. Fədai elə fəda sözü var, fəda etmək. Oradan gələn bir şeydir də, oradan gələn bir sözdür. Azğınlaşmış qoşun olmaz, a deyil. Sonra şahın xüsusi təlim keçmiş dəstəsi deyil. Vətənin hər şeydən üstündən yalnız süvari qoşun növü deyil. Hökümdarın sarayında və onun keşiyində duran dəstə deyil. Bir iş uğrunda canından keçməyə hazır olan dəstə B variantı olacaq. Fəda etmək sözü var. Fəda. Bax, oradan gələn bir sözdür bu. Bu variantı. Sonra cədvəli tamamlayındır. Obraz problem hesab edir. Problemin həllini nədə görür? Obrazımız qəhrəman olacaq. Qəhrəman. Problem hesab edir. İnsanların zülm görməsini, bax, zülm görməyi hesab edir. Mən qısa yazıram, sizin yəqin ki, bu məzmunda yazıbsınız. İnsanların zülm görməsini, sonra insanların haqqının tapdalanmasını, sonra burada var məsələn milli hökumətin etdiyi haqsızlıqları filan. Burada görür. Bax, zülmün kökünü kəsmək istəyir deyir. Bax, buradan götürə bilərsiniz ki, bəs bunu problem edir. Zülmü problem edir. İnsanların zülm görməsini, insanların haqqını tapdalanmasını problem hesab edir. Problemin həllini nədə görür? Mübarizə aparmaqda görür. Mübarizədə görür problemin həllini. Sonra intiqam almaqda görür. Baxın, şəhidlərin qanını yerdə qoymamaq. Problemin həllini intiqam almaqda görür, yaza bilərsiniz. İntiqam almaq. Daha sonra zülmün kökünü kəsmək var idi. Həmin cümləni yaza bilərik. Zülmün kökünü kəsmək. İndi siz bu məzmunda nələrsə yazıbsınızsa düz olar. Zülmün kökünü kəsmək. Belə, keçdik növbəti suala. Deməli, deyir ki, 33-də klasteri tamamlayan fikirləri müəyyən edin. Qəhrəmanın xarakteri. Baxaq görək bunu necə yazmaq olar. Deməli, uşaqlar, qəhrəman xarakteri deyirsən. Yəni, mən bu klasterdən belə başa düşürəm ki, yəni, buraya elə xüsusiyyətlər yazmalıyıq ki, o xüsusiyyətlər, yəni, qəhrəmanın xarakteri olsun. Yəni, qısaca, qəhrəman xarakterinə bağlı xüsusiyyətlər yazmalıyıq. Məsələn, nə yaza bilərik? Mübarizdir. Mübariz ruhludur. İgiddir. Sonra baxaq görək mətndə başqa nələr var idi. Mübariz, igid yazmaq olar birinci hissəyə. Sonra bir dəqiqə. Deməli, uşaqlar, mətni buradan oxuduq. Ümumi belə qənaətə də gələ bilərik ki, mübarizdir, igiddir. Sonra vətənpərvərdir. Yəni, vətənin, xalqının taleyini düşünür də. Vətənini sevir, vətənpərvər. Sonra düşüncəli yazmaq olar, xalqının düşünür, onun qayğısına qalır, düşüncəli. Sonra orada məsələn, intiqam qətiyyətidir, qətiyyətli yaza bilərik. Qətiyyətli birisidir, yəni dediyini eləyir də, məsələn, deyir, intiqam alacam, bu qədər, yəni. Qətiyyətlidir, mübarizdir, igiddir, qayğıkeşdir. Qayğıkeş də biz nəyə görə yaza bilərik? Yəni, xalqının qayğısına qalır, axı, istəmir də, yəni, xalqına qarşı laqeyd də ola bilərdi, amma laqeyd olmur, xalqın qayğısına qalır ki, bu xalq niyə bu qədər əzab çəkir ki, əzab çəkməsin, mübarizə aparmaq lazımdır, deyir. Belə. Qəhrəman xarakterinə bağlı bunlar uşaqlar. Keçdik növbəti sualımız 34-cü sual. Mətnə əsasən verilmiş xanalardakı varlıqlar hansı xüsusiyyətləri simvolizə edir? Fikrinizi uyğun xanalara yazın. Şah ordusu, Əmir Cahani. Şah ordusu nəyi simvolizə edir? Zülmü simvolizə edirdi də, düzdürmü? Zülmü simvolizə edir. Əmir Cahani də satqınlığı simvolizə edirdi. Axı orada deyirdi, satqın şey. Əmir Cahani yerimizi bilirmiş, satdı. Deməli, Əmir Cahani satqınlığı simvolizə etdi. Şah ordusu da zülmü, istibdadı, bunları, azğınlığı filan simvolizə etmiş oldu. Burada mənfi nələrsə yazırıq. Azğınlıq və s. Belə. 35-ci sual uşaqlar. Çərçivə daxilindəki söz. Görək nədir çərçivə daxilindəki sözümüz? Bir dənə baxaq. Böyük və mədəni paytaxta çevrilmək. Böyük və mədəni paytaxt. Böyük paytaxt. Yəni, burada böyük paytaxt onun ərazisinin böyüdülməsini nəzərdə tutmaz da, təbii ki. Yazırıq burada böyük. Mətndəki mənasına aid nümunə, həqli və ya məcazli baxımından. Mətndəki mənasına aid nümunə, bir dəqiqə sözün mətndəki mənasına fərqli nümunə. Uşaqlar, burada tezliklə artıb, böyük və mədəni paytaxta çevrilmək. Artıb böyüməyi nəzərdə tutursa,
Bunu götürərik həqiqi. Artır və böyüyür. Ona görə həqiqi götürərik. Baxın, mətndə oldu həqiqi və siz onu başqa həqiqi bir cümlədə işlədirsiniz. Böyük, məsələn, binalar şəhərə gözəllik verir. Məsələn də, yəni siz başqa cümlələrdə həqiqi olan cümlələr yazırsınız. Şəhərə gözəllik verir. Sonra sözün mətnindəkindən fərqli mənada, yəni məcazi bir nümunə yazırsınız bura. Məsələn, deyirəm ki, böyük mütəfəkkirlərimiz var. Cümləni qısa yazın. Yəni, burada da dahi mənasında da dahi mütəfəkkirlərimiz var və yaxud başqa məcazi cümlələr yaza bilərsiniz uşaqlar bura. Sonra 36-cı sual. Qəhrəman intiqam qətiyyəti ilə qaranlıqda gözdən itdi deyir və bunun sizdən səbəbini istəyir uşaqlar. Yəni, qəhrəman niyə intiqam qətiyyəti ilə gözdən itir? Çünki, gəlin baxaq. Buradaydı da. Niyə bu insan intiqam istəyir? Buralarda bir yerdəydim. Deməli, qəhrəman insanların haqqının tapdalanmasına, günahsız insanların qurban verilməsinə heç cür barışmaq istəmir. Bunu götürürsünüz, burada yazırsınız. Bax bu cümlə. Qəhrəman insanların haqqının tapdalanmasına və günahsız insanların qurban verilməsinə heç cür barışmaq istəmirdi. O cümləni götürüb burada yazırsınız uşaqlar və olur sizin səbəbiniz. Belə. Birinci mətn izahı ilə bağlı bu qədər. İndi sırada ikinci mətnimiz var.